Pis gördüyümüzü necə anlayaq? Adətən gözlərimizin zəifləməsi tədricən baş verir və əvvəllər baxdığımız məsafədə obyektləri zəif görürüksə, məsələn, qarşıdan gələn avtobusun nömrəsini və yaxud da TV-yə baxdıqda aşağıdakı titrları görməmiz zəifləyirsə, bu artıq görmənin zəifləməsini göstərir. Həkimə müraciət etməlisiniz. Miopiya hipermetropiyadan nə ilə fərqlənir? Miopiya və hipermetropiya bir xəstəlik deyil, sadəcə refraksiya qüsurudur. Bu zaman görüntü, məsələn, ekranı düşünsək, miopiya zamanı ekranın önündə, hipermetropiya zamanı isə ekranın arxasında alındığı üçün hər iki halda bulanıq görmə baş verir və hər iki halda görmə korreksiya olunmalıdır. Dəlikli eynəklər faydalıdırmı? Dəlikli eynəklər görmə sahəsini kiçik hissələrə ayırdığı üçün görməni müvəqqəti yaxşılaşdırır. Belə ki, pis görən insanlar gözlərini hətta qıydığı zaman mərkəzdən görməyə başladığı üçün, yəni kiçik bir dəlikdən görməyə başladıkları üçün görməsi yaxşılaşır. Amma bu effekt davamlı olmadığı üçün və qalıcı olmadığı üçün çox da faydalı hesab olunmaz.